12. Bu da gözəl sualdır. Hamınız ispat etməlisiniz. Yazın mərkəzi O olan çevrəyə siyah toxunanı çəkilmişdir və AB bərabərdir AC-dir. İspat edin ki, çevrənin radiusu DC parçasına bərabərdir. Edək. Bu bərabər yanlı olduğuna görə bura alfa deyirik. Çünki bu bərabər yanlı üçbucaqdır. Oturacağı bitki bucaqları eynidir. Və nə görürəm? Bu AC çevrəyə çəkilmiş toxunandır. Bu O da mərkəzdir. Onda mən nə dedim? Çevrədən radius çəkəcəyik toxunana və toxunana perpendikulyar olduğunu deyəcəyik. Əla. Onda baxın bura daxili bucaqdır, bura mərkəzi bucaqdır. Daxili bucaq mərkəzi bucağın yarısı idi. 2 alfa və yaxud belə də ispat edə bilərsiniz. Bura radiusdur. Onda burada alfadır. Bura olur xarici bucaqdan 2 alfa. İndi keçin fikrinizi bu üç bucağa verin. Bu üç bucağın iti bucaqlarının biri alfadır, biri 2 alfadır və onların cəmi 90 olmalıdır. Çünki bu düz bucaqlı üç bucaqdır. Onda alfanı 30 alırıq. Onda gəlin 30'u yapışdırın bura. Onda burada nə qədər olur? 60. İndi burada 90'dır və bura radiusdur. 30'un qarşısındakı hipotenuzun nəyi idi? Yarısı idi. Çünki 90 qarşısındakı hipotenuzdur. Axı bizdə OD-də radiusdur. İndi OC-nin 2 radius olması üçün bir dənə radiusu çıxsam, DC-dən alıram, radius alıram.